Bismillahirrahmanirrahim. Esselamu aleykum əziz dostlar. Bugün sizə mühüm bir mövzu haqqında məlumat vermək istəyirəm. Bu elə bir mövzudur ki, bizim taleyimizi dəyişdirə bilər. İnsan yaddaşı ilə yaşayır, amma çox vaxt ən vacib olanları unudaraq məhv olur. İnsan çox şeyin dəyərini gec anlayır. Sağlamlıq gedəndə sağlamlığın, zaman gedəndə gəncliyin və valideynlər onların varlığını hiss edəndə artıq çox gec olur. Allah Təbaraka və Teala Quran-ı Kərimin Əhqaf surəsinin 15-ci ayəsində belə buyurur. Və vassaynəl insənə, biz insana vəsiyyət etdik. Bi valideyhi ihsənən, valideyninə yaxşılıq etməyi. Və həmçinin Əhqaf surəsində yanaşı Loğman və İsra surələrində də Allah Teala valideynə yaxşılıq etməyi insanlara əmr edir. Və həmçinin və vassaynə kəlməsi tövsiyə etmək, nəsihət etmək mənasına gəlsə də Allah Teala'nın muradı burada əmr etməkdir. Valideynə yaxşılıq borcdur. Sevgi borcdur. Ehtiram, hörmət borcdur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Cənnət anaların ayaqları altındadır. Ana və atanın razılığını qazanmadan Allahın razılığını gözləmək qeyri-mümkündür. Həzrət Əli əleyhissalam belə buyurmuşdur. Valideyninin qəlbini qırmaq, incitmək müqabildir Allaha üsyan etmək. Allah Təbaraka və Teala Quran-ı Kərimin 31-ci surəsində, Loğman surəsində insanlara Loğmanın oğluna nəsihətini xatırladı. Loğman əleyhissalam belə buyurur. Yə buneyyə, lə tuşrik billah. Ey oğlum, Allaha şərik qoşma. Allaha şərik qoşma dedikdən sonra Loğman əleyhissalam ikinci bir mövzuya toxunur, valideyn mövzusuna toxunur. Biz insana ata və anasının qayğısına qalmağı əmr etdik. Həmçinin İsra surəsinin 23-cü ayəsində Allah Teala buyurur. Və qadda rabbuka əllə ta'budu illə iyyəhu və bilvalideyni ihsan. Rəbbin yalnız ona ibadət etməyi və ata-anasına yaxşılıq etməyi buyurmuşdur. Yəni burada Allah Teala əvvəlcə özünə ibadəti əmr edir, ondan sonra valideynə itaəti, özündən sonra valideyni ön plana çəkir. Loğman surəsinin bayaq qeyd etdiyimiz ayənin sonunda Allah Teala buyurur ki, Ənişkurli, təşəkkür et mənə, əmr edir, şükür et mənə, təşəkkür et. Və li valideykə və valideynlərinə. Özü ilə bərabər Allah Teala valideynlərdən bir yerdə çəkir. Və iləyyəl məsir və axır dönüş mənədir. İnsanlar düşünməlidir ki, bir gün anasının əlini öpmək istəyəcək insan. Artıq o əl orada olmayacaq. Və bir gün atasına sarılmaq istəyəcək. Artıq hər şey üçün çox gec olacaq. Biz indi əlimizdəkinin dəyərini bilək. Çünki bəzi şeylər geri qayıtmır.